This camping. Aha buyurun. Suallar. 24. 20. Baxın. Ay arkadaşım. Birinci növbədə bizim bir görəcəyimiz iş var ki, təbii ki, hecalar adamın gözünü ağrıdır, fiqurlar isə aydındır. Ona görə də fiqurlara baxanda bir şey təsbit edirik ki, ağ dairədən həm əvvəldə var, həm ortada var, həm axırda var. Düzdürmü? Başqa heç bir Bəli, fiqurdan belə olanı yoxdur. Yəni 3 yerdə ağ dairə var. Ağ dairə o zaman nə olacaqdır? Lə olacaqdır. Lə əvvəldə də var, lə axırda da var, lə ortada da var. Düzdür? bəli, Deməli, ağ dairəmiz lədir. Lə, lə, lə. Lə, 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 lə. İndi lə ilə başlayanın ikinci hecası nədir? Zidir. Axırda fə. Elədirmi? Onda zi qara dairə olduğuna görə E variantı nə olacaq? Zi, ya, lı olacaq. Elədir? bəli, Cavabı tapdıqmı? bəli. Hə, bu da qəşəng. Müəllim, bəs 23-dən necə olur? Ha? 23-də. 23-də Hə. baxaq, bu baxaq. Bircə dəqiqə dayanın, bunu nətər edeyim? Hə, ekranı silim, ekranı silim. 23. Həminki texnikaya oxşar baxacağıq. Bir dənə söz deyim. Ədədlərə diqqət edin. Niyə? Hərflər çoxdur deyə gözümüzü ağrıdacaq. Amma ədədlərə baxsaq, nəyin harda olduğunu tapmaq ehtimalımız artacaq. Bax, 7 ilə başlayıb, 7 ortada var, 7 axırda var. Düzdürmü? 2 axırda var, ortada var, əvvəldə var. Bax, gördünüz də başıma gələni. Hə, Zeynəb də var imiş. Aha. Deməli, 7 həm əvvəldə, həm ortada, həm axırda var. 2 həm ortada, həm əvvəldə, həm axırda var. Düzdür? 5-dən həm əvvəldə var, həm ortada var, axırda yoxdur. 3-dən həm əvvəldə var, həm ortada var, həm ortada, həm də axırda var. Düzdür? İndi burada nəyə diqqət edin? İşarə qoyduqlarıma diqqət edin. Deməli, D variantında ilk ikisindən işarə qoymuşam. Düzdür? E variantında, bir də C variantında axırıncı ikisinə işarə qoymuşam. Və A ilə B variantlarında isə birinci ilə üçüncüyə işarə qoymuşam. İndi həmin işarədən nələrə qoyacağam? Hecalara qoyacağım. Bax, xıt əvvəldə var, xıt ortada var, xıt axırda var. Düzdür? Düzdür. Sonra deməli, ma əvvəldə var, ma ortada var, ma axırda var, ma ortada var. So əvvəldə var, so ortada var, so axırda var. Elədirmi? Burada mən heç kağıt nədir? Burada deməli hər üçü işarələndən nə oldu? E variantı oldu mu? Arkadaşım, təbii ki oldu. Onda bu nə olur? So olur 2, sodur. Ma olur 7 və xıt da olur 3. Oldu? Oldu. Xıt 3 olduğuna görə kaxıtma nə olacaqdır? Xıtı ortada olan, yəni C variantı olmuş olacaq. Başa düşdüm müəllim. Hə, şükür. Axır ki reaksiya gəldi. Elə bildim donub qalmışam. Arkadaşım, bu Zeynəb Əliyeva adıyla girən arkadaşımız kimdir? Axşamınız xeyir müəllim, mənəm Xalidə. Anacığım, sən nə ad uyğun gəlir, nə soyad uyğun gəlir. Bu nasıl olur ya? Müəllim mamamın adıdır. Hə, soyad da mamanın soyaddır. Bəli, Lap gözəl, lap gözəl. Sən ata soyadı daşıyırsan, anacın da ana soyadı daşıyır, hə mi anacığım? bəli. Hə.
Davam edək, Yəni neçəyə baxırıq? 28, 27, 28. 27 deyən arkadaşım. Burada nəyə baxın? Bizə deyir ki, deyircəyi 5 borudan buraxdılar. Yəni burada olanlar borudular. Bu kvadrat görünən. Boruların dördündən deyircək asanlıqla deyirlənərək çıxdı. Yalnız bir borudan deyircək çıxa bilmədi. Hansı borudan deyircək çıxa bilmədi? İndi bax. Bax B-də buradan salası olsan, buradan fırlanıb buradan çıxacaq. C-də buradan salası olsan, belə fırlanıb buradan çıxacaq. E-də buradan salası olsan, belə gələcək, belə gələcək, buradan çıxacaq. D-də buradan salası olsan, bu şəkildə çıxacaq. Amma A-da buradan salıbsansa da, bunu təzədən buradan çıxartmaqdan ötürü əlavə qüvvə lazım olacaqdır. Ona görə də nədir? A borusundan çıxa bilməz. Davam edirik. 28 də var. Anacığım, bax, məsələ burasındadır. Bu nə deməkdir? AB üstəgələ AB üstəgələ AB 100 üstəgələ AB eləyirmi? Yəni 3 vuraq AB bərabərdir 100 üstəgələ AB çıxır. Düzdürmü qadan al? Ha? Bəli, bəli. Onda AB-nin biri bu birisi AB ilə gəndə 2AB bərabərdir 100 olanda AB neçə olur? 50 olurmu? AB 50 olur. A Aha. deməli 5-dir. Sonra neçəyə baxırıq? 35. 35, Bir də 33. 33. Gəlin baxaq. Bax, A ilə D-ni toplayanda 18 ev. A üstəgələk D bərabərdir 18. B ilə F-in cəmi B plus F bərabərdir 21. Sonra A plus F bərabər nəyə? D plus C-yə. C ilə F-in cəmi də F plus C-də bərabər olur 2A-ya. Düzdürmü? İndi əsas məsələmiz nədir? Məsələmiz burasındadır ki, əgər birinci və üçüncü ifadələri toplayası olsam, birinci ilə üçüncünü, baş verəcək olay nə olacaqdır? 2A plus D plus F bərabərdir D plus C plus 18, düzdür? Ha? Bəli. Onda D-lər eyni olduğuna görə bunları sildim. 2A-nın yerinə F plus C yaza bilərəm anacığım. Bəli, uyğun gəlir. Onda 2F plus C bərabərdir C plus 18 tənindən C'lər gedəndə 2F 18 isə F'in qiyməti 9 alınır. Bəli. B ilə də F'i toplayanda 21 eləyirsə, o zaman B bərabərdir 21 minus 9, 12 alınacaqdırmı? Aha. Mhm. Anladım. Çox Belə doğru. bir şey. Otuz altı. 36. 35 mənim. 35 də var imiş. Baxaq. Arkadaşlar, bu neqr olan var. Bir də bu kvadrat. Deməli, neqr olanları kvadrata yüksəldirsən. Yəni 2-nin kvadratı, 5-in kvadratı, 3-ün kvadratı, 1-in kvadratı. Bunlarda isə 2-yə vurursan, vuraq 2, 1 vuraq 2, 4 vuraq 2, 3 vuraq 2. Düzdür? Bəli. 2-nin kvadratı 4-dür, 2 vuraq 2, 4-dür. Cəmi 8 edir. 5-in kvadratı 25-dir, 2 dəfə 2, 4 toplayanda 29 edir. İndi burada 1-in kvadratı 1-dir, 3-ü də 2-yə vuranda 6, cəmi edir 7. Çox sağ olun. Siz sağ olun. 36-ya baxırıq. Bəli. 38. Hə, 36-ya da baxaq, 38-ə də. 5 plus 2 plus 2 bərabərdir 3-ün kvadratına. Düzdür? 5 plus 10 plus 5 plus 10 bərabərdir 5-in kvadratı. Aydındır? Deyəsən aydın deyil. Ay bala, arkadaşlar niyə dinlənmirsiniz? Bildiniz, bilmədiniz. Yəqin İradə xanım soruşub, ondakı internet tullanmışdı. Gəldimi görəsən? Gəlib çıxa bildi.
Bunu bildik. 5 üstəgəl 2 plus 2 eləyir 9. 9 üçün kvadratdır. 25 5-in kvadratdır. Bunları toplayanda 49 elədi 7-in kvadratı. İndi burada da neçə almalıdır? 4-ün kvadratı almalıdır. Sualın yerinə 5 qoymalıyıq. Sonra Bəli. neçəyə baxırıq? 46. 38 ilə 39. 38, 39. Arkadaşım, burada nə edirsən? Səsin bu arada çox qəşəng gəlir. 4-ü böldüm 2-yə, üstə gələk 9-u vurdum 2-yə. 2 ilə 18-in cəmi neçə eləyir? 20, düzdür? Burada 8-i böldüm 2-yə, üstdən gəldim 5-i vurdum 2-yə. 4-ün üzərinə 10 gəlinə neçə edir? 14. Aydındır? Bu da Bəli, olacaq müəllim. 11. 39-da yuxarıdan aşağı 18-dən çıxdım 16 aldım 2. 2-ni vurdum 3-ə elədi 6. 4-dən 3 çıxacaqsan 1, 1-i 3-ə vuranda 3 eləyir. Aydındır mı bu? Bəli, bəli. Hı -hı. Sonra neçəyə baxırıq? 46. 46. Arkadaşım rəqəmlər cəmlərinə diqqət edin. 24-ün rəqəmlər cəmi neçədir? 6. 60-ın rəqəmlər cəmi neçədir? 6. 36-ın rəqəmlər cəmi neçədir? 9. 72 rəqəmlər cəmi 9. 82-də rəqəmlər cəmi neçə edir? 10. 10. 64-də də 10 edir. D variantı bu cavab variantı. Müəllim, bəs 47. 47-də də arkadaşım burada nəyə baxacaqsan? 3-ü 2-yə vurdum, 1 çıxdım. 5-i 2-yə vurdum, 2 çıxdım. 8-i 2-yə vurdum, 3 çıxdım. 13-ü 2-yə vurub 4 çıxdım. 22-ni 2-yə vurub 5 çıxacam. Eləyəcək Müəllim, bir dənə 9. 50-yə də baxaq. Onu çox Yaxşı, fikirləşdim, tapa bilmədim. yaxşı evsiz. Fikirləşməyiniz gözəl bir şeydir. Amma indi qaydasını deyəcəm, biləcəksiniz. Bax, 2-nin kvadratı, 3-ün kvadratı. Bunları toplayanda neçə edir? 13 edirmi? 13-ü də 2-yə vuranda edir 26. Ona görə 5-in kvadratdan 3-ün kvadratını toplayacaqsınız. 34 2-yə vuranda 68 eləyəcək. 51. 51. Baxaq ki, 51-də nədir? Aşağıdakı 3 ədəd var ha arkadaşım. 4, 5, 6. Buna Bəli. vuranda 120 eləyir elə. 120-ni 3-ə Bəli. bölürsünüz alınır 40. 2 vuraq 4 vuraq 9. Buna 3-ə bölürsünüz. Bəli, eləyir 24. Deməli 48 3-ə bölünə 16 elədiyinə görə doğru cavabımız A variantıdır. Sonra 56, 57. 56, 57, 60 yaş. 56-da nə edirsiniz? 23 ilə 14 var. Bunlar çıxanda neçə qalır? 23-dən 14 çıxanda 9. 9-u 2-yə vurursunuz 18 eləyir. Nəm 18-dən 11 çıxırsınız. 7, 7-ni 2-yə vuranda 14 eləyir. Bəli. Burada 12 eləyəcəkdir. 2-yə vuranda 24 alınacaq. 57-də də 8-i vurursunuz 2 eləyir 16. 16 rəqəmlərini toplayanda eləyəcək 7. Bu şəkildə. Bəli. Aydındır? Bəli, bəli. Sonra Çox sağ ol. 68. 68. 60, 68. Məndə təkcə 68. Hə, 60, 60 deyən arkadaşımız vardı. 16 ilə 32 48 eləyir. 15 ilə 33 48 eləyir. 17 ilə 31 48 eləyir. 14 ilə 34 48 eləyir. Burada da cavabı 48 olan B variantı olacaq. Aydındır? Sonra neçə 60. baxırız? 68. 68. Bax 3 2 3. 3 burada, 2 burada, 3 burada. Dairə 1-dir. Kvadratda 2. Belə şifrlənir. Deməli, əvvəlcə 2 nöqtə, sonra 3 nöqtə, sonra 3 nöqtə var. Sonra kvadrat 2-dir, dairədə 1-dir. Elədimi? İndi bura baxıram. 3 nöqtə var, sonra 3 nöqtə var, sonra 2 nöqtə. Kvadrat 2 idi, kvadrat da 2 idi.
2 dənə 3, 3 dənə 2. E variantı. 74. 65. 65. 65 yaxşı. Bu cür hardadır o 65? Burada aşağıda. Arkadaşım 65'te birazcık yox ciddi bir problem var. Biri nədir? A-nı tətbiq edəndə aşağı tərəfi qaralır fiqurun. İndi bu altı bucaqlıya A-nı tətbiq edəndə bu tərəf qaralmalıdır. Amma heç bir variantda ora qaralmır. Amma ən azından A ilə B variantında zolaq əmələ gəlir. Ona görə də C, D, E olası deyil. C-ni tətbiq edəndə kopyalayıb bura qoymalıdır. Copy paste eləməlidir. Məsələ burasında bunlar necə durur? Bu cür maili durmalıdır. Amma heç bir variantda maili durmur. Bu da ikinci problem. B olanda isə üstündən belə gördüyünüz kimi xətt çəkir. Üstündən o xətt A-da çəkilməyib. Demək A da deyil. B-ni seçirik, amma B-nin özü də özünüz gördüyünüz kimi sağ tərəf qara olmalıdır. Qara deyil. Fiqurlar da biri sol yuxarı, biri sağ aşağıda olmalıdır. Elə deyil. Sonra 74. 71. 71, 74 yaxşı. Baxaq. 71, 74. Bu gün bu nədir? 71, 74. 5 il qabaq ata öz böyük oğlundan yaşca 5 dəfə böyük idi. İndi isə ondan 3 dəfə böyükdür. Atanın indi neçə yaşı var? Bax arkadaşım, 5 il qabaq 5 dəfə böyük idi. İndi 3 dəfə böyükdür. Bax, böyük oğul, ata bir də oğul. Bu yazım ata, oğul. Bura yazıram keçmiş zaman. Oğul x idi, ata 5x idi. Düzdür? İndiki zamana gəldim. Neçə il keçdi? 5 il. Çünki 5 il qabaqdan söhbət gedirsə, indi 5 il keçir. Atanın yaşı 5x plus 5 olubdur. Oğlun yaşı da nə olub? X plus 5 olubdur. Hərəsi 5 yaş böyüdür. Heç biri ölmədi. İndi məsələmiz nədir? Atanın indi neçə yaşı var, deyir. İndi bax, 5x plus 5 oğlun yaşından 3 dəfə böyükdür, deyir də. 3x plus 3 dəfə 5, 15. Oldu mu? Oldu. 5x-dan 3x çıxanda 2x, 15-dən 5 çıxanda 10 qalır. X-in qiyməti olur 5. Atanın indi neçə yaş var? İndi atanın yaşı neçədir? 5x plus 5-dir. 5-i 5-ə 25, üzrə 5 gəndə 30 edir. C variantı. Sonra neçəyə baxırıq? 74. 4. Bəli, bəli, 74. Arkadaşlar, burada bir dənə məntiqi tutmaqla məsələ həll olunacaq. Baxın. Bax, burada ABC ilə DEF bir-birinə bərabərdirsə də, o zaman ikinci tənlikdə AD bərabərdir. DEF-in yerinə ABC yazmaq olar. 2 vuraq ABC. A ilə A-nı ixtisar elədim. Onda D-nin qiyməti 2BC olur, elə? Demək, D variantı doğrudur. Bizə isə yanlışı soruşur. D variantında D-nin qiyməti 2BC-dirsə də, o zaman E variantındakı C-nin qiyməti nə olmalıdır? D bölü 2B olmalıdır. Amma E variantına baxıram, C bərabər D bölü B-dir, 2B deyil. Deməli, E variantı nədir? Yanlış variantdır. Bunu da seçirik. Bəli. Sonra, 87. aha, Mendeleyev elementlərin dövrü qanunu kəşf edən alimdir. Newton isə ümumdünya cazibə qanununu kəşf edib. Einstein nisbilik nəzəriyyəsini kəşf edib. Hertz elektromaqnit dalğaları kəşf edib. Curie isə radioaktivlik hadisəsini kəşf etməyib. Radioaktivlik hadisəsi ilk dəfə Becquerel kəşf edibdir. Curie sadəcə olaraq Maria Sklodowskaya görə nə ilə məşğul olub? Polonium elementini elə bil ki, nə edib? Kəşf edib və belə deyim, radioaktiv elementlər üzərində tədqiqat aparıbdır. Ölümü də zaten ondan olub deyilənə görə. Yanımda ölməyibdir. Yəni, Curie radioaktivlik belə deyim də, hadisəsini öyrənənlərdən olsa da kəşf edən Becquereldir. Ona ki, E variantıdır. Mənim bəs 79. Oy, baxaq.
Yoxsulun evində dəmir tapılmaz, itin adın qızıl qoyar ya da gümüş qoyar. Gümüş var burada, gümüş qoyar. Deyir evində dəmir tapılmaz, itin adın gümüş qoyar. Yəni yoxsulların xəyalları nə olur? Maraqlı olur. Pis fakirlər. Neçəyə baxırıq? 98. 98 baxaq. A, bu məsələni səhv elədilər. Ay Allah, mən nə deyim bunlara? Bu açılsın. Aha, açıldı. Açıldı mücrü, qapandı mücrü. Gör nədir? Deyir Əli, Bənövşə, Cəmilə, Dilbər. Əli, Bənövşə, Cəmilə, Dilbər. Elvin, Fuad, Günay və Həsən. Universitetin İqtisadiyyat İdarəçi, Kompüter Mühəndisliyi və Beynəlxalq Münasibətlər Fakültəsinin doktorantura proqramlarına müraciət edir. Hər fakültəyə 2 şəxs müraciət edibdir. Deyir ki, Bənövşə Beynəlxalq Münasibətlər Fakültəsinə müraciət edib. Bənövşə beynəlxalq münasibətlərə müraciət edibdir. Cəmilə və Elvin eyni fakültəyə müraciət edib. Cəmilə ilə Elvinin fakültələri eyni olub. Əli və Həsən fərqli fakültələrə müraciət edibdir. Əli ilə Həsənin fakültələri müxtəlifdir. Arkadaşım, gəl bunları idarəçilik fakültəsinə müraciət edən qadındır deyib deyə cinslərə bölək. Bənövşə qadın, Cəmilə qadın, Dilbər qadın və Günay qadındır. Və idarəçiliyə müraciət edən qadınlarsa Cəmilə ola bilməz. Çünki Cəmilə ilə Elvin eyni fakültəyə müraciət edib. Elvin qadın deyil. Ona görə də idarəçiliyə Dilbər, bir də Günay müraciət etmiş olacaqdır. Onda Cəmilə ilə Elvin hansı fakültə ola bilər? Beynəlxalq münasibətlər qurtardı, idarəçilik qurtardı. Qaldı iqtisadiyyat, bir də kompüter mühəndisliyi. İ bölək K. İ bölək K. Bu nədir? Cəmilə iqtisadiyyata müraciət etsə də Elvin də müraciət edib, kompüter mühəndisliyə müraciət etsə Elvin də edib. İndi bu ikisi iqtisadiyyata müraciət edibsə də F ilə olan kim idi? Fuad. Fuad beynəlxalq münasibətlərə müraciət etməyəcək. Niyə? Beynəlxalqa müraciət etsə, Əli ilə Həsən eyni fakültəyə, kompüter mühəndisliyə müraciət etmiş olacaq. Əli ilə Həsənin müraciət etdikləri fərqli olduğuna görə Fuad məcburən kompüter mühəndisliyinə müraciət edir. Yox. Cəmilə ilə Elvin kompüter mühəndisliyinə müraciət edirsə də, o zaman Fuad nəyə? Beynəlxalq münasibətlərə yenə müraciət edə bilmir. Çünki Əli ilə Həsən ikisi də iqtisadiyyata müraciət edəcək. Ona görə də Fuad iqtisadiyyata müraciət edir ki, Əli ilə Həsənin biri beynəlxalq münasibətlərə, digəri isə iqtisadiyyata müraciət etsin. Nəticə etibarilə biz bunların hansı fakültədə olmasını təqribi də olsa bildik. İndi 98-də deyir ki, aşağıdakı hansı mütləq yanlışdır? Həsən kompüter mühəndisliyi fakültəsinə müraciət edib. Ola bilər. Cəmilə beynəlxalq münasibətlər fakültəsinə müraciət edib. Cəmilə ya iqtisadiyyatlı ya da kompüter mühəndisliyi. Beynəlxalq münasibətlər ola bilməz. B variantı nədir? Mütləq yanlış cavab variantıdır. Bir dənə 98 idi problem, yoxsa başqasına da var. Bəli, mən 98 hesab eləmişdim. Gördünüz bunu? Bəli. Çox qəşəng. Modelə keçək. Bəli. O zaman suallarınız gəlsin. Beşlə 6. 4. 4, 5, 6. 4'ten 7'ye kadar hamısı bilir. Arkadaşlar, bu sualı indi burada İradə xanım heç də İradə xanım nədir? Sizin içinizdə yeni sayılır. O birlər, yadınıza düşür bu sual. Bəli, mən Bəli. neçə də işləmişik. Mən əvvəl işləyəndə düz eləmişdim. Bu səfər niyəsə səhv elədim. Əvvəlcə deməli təsadüfən düz çıxıbmış. Buradan bu məntiqi nəticəyə gəlir ki, əvvəlcə işləyəndə düz çıxması taleyin xoş bir sürprizi imiş. Bu dəfə beynini işlədibsən,
və səhv çıxır. Bu isə taleyin xoş olmayan sürprizidir. Bax, ikisi də sürprizdir. Arkadaşım, Ali Burak, Cem və Dəniz adlı həkimlər bir xəstəxananın 24 saat xidmət göstərən K və L klinikalarında bazar günündən başqa hər gün gündüz və ya gecə növbəsi işləyir. İndi baxın. Nə edirik? Birinci qrafik düzəldirik. Bax, burada bu xətti nə pis çəkdim. Burada səhər növbəsi, sonra burada axşam növbəsi, burada səhər növbəsi, axşam növbəsi. İndi həftənin günlərini də belə yazacağım. Birinci bura növbələr, bura bazar ertəsi, çərşənbə axşamı, çərşənbə, cümə axşamı, cümə, ən axırıncı yerdə şənbə. Bura K klinikası, bura L. Bura yazam səhər növbəsi, bura axşam. Səhər növbəsi, axşam növbəsi. Bazar ertəsi, çərşənbə axşamı, çərşənbə, cümə axşamı, cümə, şənbə. Arkadaşım, bundan iş qrafiki üzrə bir cədvəl hazırladıq mı? Hazırladıq. Nədir? Hər həkim gündə ən çoxu bir növbə olmaq şərti həftədə 4 növbə işləyir. Yəni bir həkimimiz 4 növbə işləyəcək. Yəni 4 damada onun adı olacaqdır bir həkimin. Sonra deyir ki, gecə növbəsini işləyən həkim ertəsi gün işləmir. Normalda gecə növbəsini işləyibsə də ertəsi gün yuxusu gələcək, gedib yatmalıdır. Sonra deyir, arda 2 gün işləyən həkim ertəsi gün işləmir. 2 gün dalbadal işləyibsə bunun leşi çıxacaq da 3-cü gün işləməsə yaxşıdır. Sonra deyir, gündüz növbəsini işləyən həkim ertəsi gün digər klinikada gündüz növbəsini işləyəcək. Məsələn, K-da səhər vaxtı işləyibsə də bazar ertəsi. Çərşənbə axşamı artıq L-də səhər növbəsini işləyəcəkdir. Hər klinikada işləməlidir bu. 3-cü gündə işləmir. Çərşənbə günlədir bu ruhdan və haldan düşəcək, işləməyəcək. Və ən axırda deyirdim, hər klinikada, hər növbədə yalnız bir həkim işləyir. Deyəsən, klinikanın bircə də otağı var. O da nədir? Hər növbədə bir həkim işləyir. Müəyyən bir həftə üçün bu 4 həkimin işlədiyi günlərlə əlaqəli bunlar bilinir. Deyən ki, bu kursorum yoxa çıxdı, uşaqlar. Allahım ya Rabbim. Hə, gəldi. Arada bir həqiqətən gizləyir bu. Yenə yoxa çıxdı. Aha, indi düzəldi. Demək arkadaşım, birinci deyir ki, müəyyən bir həftə üçün 4 həkimin işlədiyi günlər əlaqəli bunlar bilinir. K klinikasının bazar ertəsi günü Burak gündüz növbəsi. Bazar ertəsi K klinikası, səhər növbəsindən Burakı yazdım. Ali gecə növbəsini işləmişdi. Ali'nin də axşam növbəsini yazdım. K klinikası bazar ertəsi, Burak gündüz, Ali gecə növbəsində. Deyir, Cem çərşənbə günü gündüz növbəsində, şənbə günü gecə növbəsində K klinikasını işləyib. Cem çərşənbə günü gündüz növbəsində, şənbə günü də gecə növbəsində K klinikasını işləyib. Yalnız gündüz növbəsini işləyən Dəniz bazar ertəsi günü L klinikasını işləyib. Bazar ertəsi günü Dəniz L klinikasına səhər vaxtı işləyib. L klinikasına çərşənbə gün gecə növbəsi Ali, çərşənbə gün gecə növbəsi Ali işləyibdir L klinikasında. Şənbə gün gecə növbəsində Burak işləyibdir. Şənbə günü gecə növbəsində L klinikasından Burak işləyib. Əla. İndi bura qədər verilənlər nədir? Şərtdən götürülmüşdür. İndi başqa rəngə keçirəm. Niyə? Öz əlimlə yazacaqlarım burada olsun. Bu qəşəng rəng deyil, yaşıl rənglə yazacağım. İndi baxaq. Arkadaşım, indi Dəniz ancaq səhər növbəsi işləyir, düzdür? Deməli, bir gün səhər növbəsi bir klinikada işləyirsə də həkim, növbəti gün səhər növbəsi başqa klinikada işləyəcək. Deməli, Dəniz çərşənbə axşamı nədir? Səhər növbəsində K klinikasına işləyəcək. Və çərşənbə günü artıq Dəniz işləyə bilməz. Sonra Ali bir deməli gün, ümumiyyətlə bir gün axşam növbəsini işləyən növbəti gün işləmir. Onda Ali çərşənbə axşamı işləməz.
və Ali cümə axşamı işləməz. Çünki bazar ertəsi və çərşənbə günü bu adam gecə növbəsi işləyir. Onda cümə ilə şənbə günü Ali işləyəcək, özü də səhər növbəsi. Ali, cümə, şənbə, səhər növbəsini işləməlidir. Sonra, deməli, kimdən danışaq sizə? Burakdan. Burak bazar ertəsi səhər növbəsinə K klinikasına işləyibsə də, onda çərşənbə axşamı L klinikasına nədir, səhər növbəsi işləməlidir. Çünki səhər növbəsi işləyən həkim növbəti gün digər klinikada səhər növbəsi işləyir. Üçüncü gün işləmir. Yəni çərşənbə günü Burakın iş günü deyil. Onda çərşənbə günü K klinikasına axşam, L klinikasına səhər növbəsi boş qalır. Çünki 4 nəfərdən Cemlə Ali işləyir, Burakla Deniz işləmir. Sonra Cem gördüyünüz kimi çərşənbə günü səhər növbəsində K klinikasına işləyib. Çərşənbə axşamı səhər növbəsində K klinikası dolu olmadığına görə, ümumiyyətlə səhər növbəsi heç bir klinikada boş olmadığına görə, həm K-da həm L-də dolu olduğuna görə Cem çərşənbə axşamı işləmiş ola bilməz. Onda Cem nə olur? Cümə axşamı işləyir. Burada K klinikasında səhər işləyibsə, cümə axşamında L klinikasında səhər növbəsi işləyəcək. Və onda cümə günü Cem işləyə bilməz. Cem cümə günü yoxdur. Əla. Şənbə günü Cem gecə növbəsinə işləyibdir. Əla. Bəs Cemin digər dördüncü işlədiyi gün nə olacaqdır? Bazar ertəsi. Bazar ertəsi L klinikası axşam növbəsinə işləyəcəkdir ki, çərşənbə axşamı Cem işləməmiş olsun. Deməli, çərşənbə axşamı K klinikasında və L klinikasının axşam növbələri nədir? Boşdur. Denizin 2 günü hazırdır. Qalıbdır yerdə 2 günü. Bəs o 2 gündə nə edəcəkdir? Deniz deməli, səhər növbəsi ancaq işləyir. Düzdürmü? Ya deməli, cümə axşamı, cümə günləri dalbadal işləməlidir K ilə L-də. Deniz ya cümə axşamı, cümə günü işləməlidir. Ya da cümə gündən şənbə günü 2 gün dalbadal Deniz işləməlidir. Özdə hansı növbədə? Bu ancaq səhər növbəsində işləyir. Burak haqqında nə deyə bilərik? Burak bazar ertəsi, çərşənbə axşamı işlədiyi günlər bəllidir. Çərşənbə günü işləmir. Şənbə günü axşam növbəsində işlədiyinə görə cümə günü nədir? Burak işləmiş ola bilməz. Aha, bir dənə Ali səhər növbəsində, bir də Deniz səhər növbəsində işləyirsə də cümə günü ümumiyyətlə axşam növbəsində işləyən heç kim yoxdur. O zaman Burak qalır cümə axşamı günü. Cümə axşamı günü Burak mütləq işləməlidir axşam növbəsinə. Niyə? Ona görə ki, səhər növbəsində işləsəydi, cümə günü səhər növbəsində digər klinikada işləyib, şənbə günü işləməməlidir. Amma şənbə günü bu işləyibsə, deməli cümə günü işləməyibdir. Çünki şənbə günü axşam növbəsində işləyib. Bura qədər şərtlər bəllidir. Buradan o yana isə nədir? Heç nə bəlli deyil. Ona görə də burada dayanırıq və keçirik suallar cavablandırmağa. Hansı sualımızda problem olmuşdu? Nömrələr deyin təkrar. 4, 5, 6. 4, 5, 6, 7 hamısı. Bəli. Allah Bəli. sizə etməsin. Kötü fərqli olsun. 4-də deyir aşağıdakı günlərin hansına bu 4 həkimin hamısı işləmişdir. Bazar ertəsi hamısı işləyib heç nə. 5-ci. Cem aşağıdakıların hansında verilən günlərin heç birində işləməmişdir. Deməli, Cem gördüyünüz kimi çərşənbə axşamı və cümə günü işləməyəcək. Çərşənbə axşamı və cümə. C variantı doğru cavab variantı. 6-da deyir aşağıdakı hansısa Burak işləyə bilər. Bu L klinikasına çərşənbə günü gecə növbəsi. L-də çərşənbə günü ümumiyyətlə Burak işləyə bilməz. Ona görə də L də olsa, K da olsa çərşənbə səhvdir. Sonra deyir B və C variantı K klinikasının cümə axşamı günü. Deməli, K və L-də Burakın cümə axşamı günü işləməsindən söhbət gedir və deyir hansı klinikada? Təbii ki, K klinikasına cümə axşamı günü Burak işləyə bilər.
axşam növbəsində. Yəni gecə növbəsinə. Gündüz növbəsində ümumiyyətlə cümə axşamı Burak işləyə bilməz. Bu gedibdir, bu gedib. El klinikasına cümə günü gündüz növbəsinə deyirsə də el klinikasına cümə günü Burak ümumiyyətlə cümə günü işləməyib. Cümə günü olduğuna görə E də səhvdir. Yəni qaldı bir dənə B variantı. Və indi nə edirəm? Keçirəm o birisi səhifəyə. Çünki niyə 7-ci sual o bir səhifədədir? Deyər aşağıdakılardan hansı mütləq doğrudur? Ali cümə günü gündüz növbəsində K klinikasına işləyib. Ali. Cümə günü. Gündüz növbəsində K-da da ola bilər arkadaşım. Eldə də ola bilər. Ailənin səhər növbəsində işlədiyini bilirik, amma hansı klinikadadır, burasını bilmirik. Yəni bu ola da bilər, olmaya da. Amma bizə mütləq doğrunu soruşur. Ali şənbə günü gündüz növbəsində el klinikasına işləyib. Ali şənbə günü gündüz növbəsində deməli el də ola bilər, K da ola bilər. Ona görə də bu da dəqiq deyil. Burak cümə axşamı günü Burak gecə növbəsində el klinikasına işləyib. El də ola bilər, K da ola bilər. Burakın cümə axşamı günü hansı klinikada olduğu dəqiq bilinmir. Amma axşam növbəsi olduğu bilinir. Dəniz cümə axşamı günü gündüz növbəsində K klinikasına işləyibdir. Dəniz cümə axşamı günü gündüz növbəsində ola da bilər. Amma olmaya da bilər. Çünki dəniz cümə axşamı cümə də işləmiş ola bilər, cümə şənbə də ola bilər. Bu tam mütləq doğru deyil. Edə deyir dəniz çərşənbə axşamı günü, çərşənbə axşamı. Gündüz növbəsi K klinikasına işləyib. Buranı görürsünüz. Çərşənbə axşamı səhər növbəsi K klinikasına işləyib. Bu nədir? Bu mütləq doğrudur. Gördünüzmü bunu da? Bəli. Əla. Bəli. İndi neçəyə baxırıq? 10. 8. 8. 8-də deyir B komandası A komandasını məğlub edərək 2 həftə sonra yenidən qalib gəlmiş oldu. Elə? Bu nə deməkdir? B komandası 2 həftə bundan əvvəl də qalib gəlibmiş. Yəni indi oyun oynayıbdı, qalib gəlib. 2 həftə bundan qabaq oyun oynayıb qalib gəlib. Ola bilsin ki, bunlardan başqa oyun keçirməyibdi. Yəni cəmi 2 oyun da keçirmiş ola bilər. Amma ola bilsin ki, elə oradan bu yana elə hər gün oyun oynayıb. Bunu da dəqiq bilmirik. Amma dəqiq bildiyimiz bircə şey var ki, ən azı 2 oyun keçib. Çünki 2 dəfə qalib gəlibdirsə də, deməli ən azı 2 dəfə bu oyun keçiribdir. B komandası bu oyunla birlikdə ən azı 2 oyun oynamışdır. B variantı olur doğru cavab variantı. Sonra Müəllim, 9-da niyə Y olmur ki? sənə nə deyir qadan alım? Bir dənə şərt oxu qadan alım başlanğıcdan. De ki, Oxuyum. Deyir yazarın tərəf tutmağı yox, nöqtə-nöqtə. şərti oxu qadan alım. Cümlədəki boşluğu məna baxımından tamamlamaq üçün uyğun olmayan. Uyğun olmayan deyir. Bağışlayın, mən fikir verməmişim ona. Hə, tərcih etdim. Bax bu. 10 demişdi hansısa arkadaş. Arkadaşım dirhəm, bolivar, eskudo və som nədir? Pul vahidlərdir. Ersted isə deməli maqnit sayısının induksiya vahidi olmalıdır. Qoy bir dənə baxın, birdən səhv demiş olaram. Gəlin neyniyək? Dəqiqləşdirək Erstedin hansı vahid olduğunu. Buradan nə edirəm? Google-a girdim. Ersted. Aha. Vahid olaraq. Hə, Ørsted. CGS birim sistemində kullanılan bir birimdir. Birim adını elektrik akımındakı değişimin manyetik alan ürettiğini bulan Danimarkalı bilim insanı Hans Christian Ørsteddən almışdır. Hə, elektromagnetik sahədə elektrik dəyişiminin deməli vahidi olaraq bilinir. Ørsted. Azərbaycanca Ørsted təcrübəsi. Vahid olaraq bu Azərbaycanca Ersted vahidi yazım.
Fiziki ölçü vahidi diye tapmışdım. Yox, bilirsiniz nə deyim? Fiziki ölçü olduğunu gördük. Konkret olaraq mən dediyim, bax burada görürsüz Wikipediyada. Azərbaycanca məlumat axtarmaq istəyirəm. Çünki mənə məlumat bayaq türkçə çıxmışdı axı. Gündəlik həyatda elm texnika əsasən bütün sahəyə ən geniş yayılmış vahidlər sistemi bu heç. Bu beynəlxalq vahid. ERS dedi axtarın. Beynəlxalq vahidlər sistemi nədir? Hə, yenə də ki, eyni yerə gəlmiş oluruq. Maqnit sahələri elektromaqnit dalğaların bu qan dövran sistemi müəyyənə daxil var. Bir ədəd. Vahid oldu. Gördüyünüz kimi Azərbaycan dilində məlumatlar çox kasaddır burada. Amma ən əsas məsələ nədir? Maqnit sahələrində elektromaqnit axınının ölçülməsi ilə bağlı intensivlik vahididir ERSTED. Sonra neçəyə baxırıq? Otuz bir. 13 müəllim. Arkadaşım, sizə deyir ki, Şahinin, Elçin və Vüsalın bir riyazi məsələ həll etmə ehtimalları uyğun olaraq 5-də 1, 4-də 1 və 3-də 1-dir. Bu məsələnin həll edilməsi ehtimalını tapın. Yəni, məsələmiz burasındadır ki, məsələnin həll edilməsi ehtimalını hesablayanda burada qarşımıza çıxan olay nədir? Diqqətli olun. Belə bir şey deyim. Bax, Şahin, Elçin, bir də Vüsal. Bunları yazdım. Burada həll edilmə ehtimalı budur. Şahin həll etdi, Elçinlə Vüsal həll edə bilmədi. Bu da həll etmək deməkdir. Şahin həll edə bilmədi, Elçin həll elədi, Vüsal həll edə bilmədi. Bu da həll olunmaq deməkdir. Şahin həll edə bilmədi, Elçin həll edə bilmədi, Vüsal həll etdi. Bu da həll olmaq deməkdir. Sonra Şahin həll etdi, Elçin həll etdi, Vüsal həll edə bilmədi. Bu da həll olunmaq deməkdir. Şahin həll etdi, Vüsal həll etdi, Elçin həll edə bilmədi. Bu da həll olunmaq deməkdir. Şahin həll edə bilmədi, Elçin həll etdi, Vüsal həll etdi. Bu da həll olunmaq deməkdir. Şahin həll etdi, Elçin həll etdi, Vüsal həll etdi. Bu da həll olunmaq deməkdir. Burada 2, 4, 6, 7. 7 dənə durumda bunlar həll eləmiş olur. Düzdür? Bircə dənə durumumuz var ki, orada nə Şahin, nə Elçin, nə də ki Vüsal həll edə bilmir. İndi bir dənə söz deyim. Bu da bir durumdur. Ümumilikdə burada neçə dənə durum var? 8 durum var, düzdür? Ha? Bu 8 durumdan 7 dənəsi nədir? Həll olunmasına aiddir. Bir dənəsi həll olunmamasına. Bu bütün 8 durumun hamısı bir yerdə toplananda, bu 8 ehtimalın hamısı toplananda nəyi verir? Neçəni verir? Ha? Hadisənin bütün ehtimalların cəmi vahidə bərabər olur. Yaxşımı? Onda biz Bəli. belə məntiq çıxarda bilərikmi ki, əgər belə deyim, bu məsələnin heç biri tərəfindən həll olunmaması ehtimalını vahiddən çıxsam, hər hansı biri tərəfindən həll olunması ehtimalı alınır. Deyə bilərik. Onda Bəli. gəlin baxaq. Şahinin məsələni həll etmə ehtimalı 5-də 1-dirsə də həll edə bilməmə ehtimalı 5-də 4-dür. Vüsalın məsələni həll etmə ehtimalı 4-də 1-dirsə həll edə bilməməsi ehtimalı 4-də 3-dür. Və Elçinin imiş bu. Vüsalın məsələni həll etmə ehtimalı 3-də 1-dirsə də həll etməməsi ehtimalı 3-də 2-dir. Üçünün eyni vaxtda məsələni həll etməməsi ehtimalı bunun hasilidir. Bunlar da vuranda nə olur? 4 ilə 4, 3 ilə 2 ixtisar olur, qalır 5-də 2. Vahid nədir? Bütün ehtimalların cəmi. Yəni, Şahin həll edib, digərlərini həll etmədi. Elçin həll edib, digərlərini həll etmədi. Vüsalın həll edib, o birilərini həll etmədi. Yaxud Vüsalın həll edə bilməyib, digərlərini həll etdi. Bax, bunların hamısı, bu 7 halın bir yerdə hamısı nədir? Həll olunmaq ehtimalı. Həll olunmamaq ehtimalı 5-də 2-dirsə də, vahiddən bu 5-də 2-ni çıxanda nə qalacaqdır? Əlində 5-də 3 qalacaq. Yəni, məsələnin həll olunma ehtimalı nəyə bərabərdir? 5-də 3-ə. B variantı doğru cavab variantı. Yəni, bu açıqlamanı qoyanda bir qırağa, məsələnin həlli
çox sadə görünmüş olur. 5-də 4 vuraq 4-də 3 vuraq 3-də 2 bərabərdir 5-də 2. Vahiddən də 5-də 2-ni çıxdıq. Nə qaldı? 5-də 3 qaldı. Amma məsələmiz nə idi? Sən bunun mənasını bilmədən yalandan bunu vurursansa da, bunu bilməsən də olar. İndi neçəyə baxırıq? 14. 19. 19 baxaq. 14 müəllim. 14. Ayla. Şam məsələsi həll eləmişəm indiyənə qədər. Ha? Yox. Görməmişəm. Nədir? Görməmişəm, yox. Hə. Heç nə görməmiş olduğuna görə mən nə edəcəm? Həll eləyəcəm bunu. Amma görmüş olsaydın deyəsiydim, həll elə. Allah səni kahretməsin. Kötü kalpli cadal olsun. Bura bax. Uzunluqları eyni olan iki şam eyni anda yanmağa başlasa, birinci şam 24 dəqiqədə, ikinci 48 dəqiqədə tam əriyər. Düzdür. İnamım azdı, amma yenə də ümid edəcəm ki, öyrənəcəksən. Bax, birinin uzunluğu, hər ikisi eyni uzunluqdadır, ikisinin uzunluğu vahid qəbul edilir. Birinci şam 24 dəqiqədə əriyirsə də 1/24 bunun ərimə sürətidir. İkinci də 48 dəqiqədə əriyirsə 1/48 də bunun ərimə sürətidir. İndi məsələmiz nədir? İkinci şam 12 dəqiqə yanır. 48-də 1-i vurdum 12-yə. Elədi neçə? 4-də 1. Deməli, bu 4-də 1-i əriyib qurtarıb artıq. Elə? Bu vahid idi, bütöv qalıb, amma bunun 4-də 1-i əriyibsə nə qədəri qalıb? 4-də 3-ü qalıb, elədirmi? Ha? Bəli. İndi bax, indi bundan sonra birinci şamda yandırılır. İkinci şam 12 dəqiqə yanandan sonra o birisi şamı da yandırsan. Bu da başlayır əriməyə. Hər dəqiqədə bu 24-də 1-i qədər ərdiyinə görə T dəqiqədə 24-də 1 T qədər əriyəcək. Bu birisi də 48-də 1 T qədər əriyəcək. Və vahiddən bunu çıxanda birinci şamın uzunluğu, 4-də 3-dən də bunu çıxanda ikinci şamın qalan uzunluğu alınır. Və deyir, neçə dəqiqədən sonra birinci şamın hündürlüyü ikinci şamın hündürlüyünün yarısı qədər olar. Birinci şam bunun yarısı qədər olur. İkinci şamı nəyə vuram? 2-də 1-ə. Oldu mu? Oldu. Bəli. Və burada məsələni həll edəndə 96-ya vurmaqla kəsirdən azad eləyə bilərəm. Niyə 96 deyirəm? Deyəcəksiniz, niyə balaca bir ədəd olmalıdır? Çünki 2-də 1-ə 4-də 3-ə vuranda 8-də 3 alınır. Çıxaq. 48-də 1 də 2-də 1-ə vuranda neçə edir? 96-da 1 T almış olur. Və bərabərin hər bir həddini 96-ya vursam nə olacaqdır? İstədiyimiz nəticə olacaq. 96 minus 4T bərabərdir. 96-ın 8-ə 16-ın 3-ə neçə edir arkadaşım? 48. 48. 96-ın 8-ə böləndə 16 alınmır axı. 12 alınmırmı? Ha? 80, 16. 12 3 36. Minus T. Buradan 4T mənfidir. Bərabərin sağ tərəfindən keçir. 36 müsbətli bərabərin sol tərəfidir. 96-dan 36 çıxanda 60 bərabərdir 3T-yə. T-nin qiyməti bərabər 20-yə. Düzdürmü? Deməli, neçə dəqiqə sonra? 20 dəqiqədən sonra bu dediyimiz olacaq. 19-a baxaq mı? Ay arkadaşım. 19'u neden yanlış yapıyorsunuz? Bu ki çətin bir şey değil. Baxaq. Deməli, maili xətt, ulduz və ox. Oxun arxası. Bax, maili xətt, ulduz, ox. Bu tam olaraq burayla eynidir. Düzdürmü? Maili xəttdən ulduza, oradan da oxa getdik. Sonra bura baxırıq. Maili xətt, ulduz, ox. Bu tərəf uyğundur, amma bir problem var. Bu oxu bura yıxanda belə baxır. Bu birisi oxu yıxanda bunun arxası bu maili xəttə baxır. Bu oxun necə ki arxası buna baxır. Amma burada oxun arxa tərəfi ulduza baxır, buna yox. Yəni 2 nədir? Bu tərəfdən tutmur. Amma bu tərəfdən baxanda maili xətt, ulduz, ox.
Bu birisi oxla götürüldü. Oxun arxası buna baxır. Düzdür? Deməli, 1 də uyğun gəlir. 1-in bu tərəfi. 2-nin də bu tərəfi uyğun gəlmiş olur. 1, 2 olanda A variantdır. Doğru cavabımız A variantı. Burada başqa variant alan varsa da tez onda səhvliyini sübut edeyim. Yoxsa ümumiyyətlə variant almamışdınız. 4-ü götürmüşdüm mən. 4, indi arkadaşım, bax qırmızı ilə də 4-ün səhvliyini göstərin. Bax, maili xətt ulduz ox, düzdürmü Müsəllə xanım? Elə görünür ki, uyğundur. Amma bir problemimiz var. Axı bu oxun arxası ulduza baxmır. Amma bizim buradakı oxumuzun arxası nədir? Ulduza baxır. Ona görə 4 olmaz. Yəni ardıcıllıq düz götürübsüz, amma orientasiya səhv olubdur. Sonra 26. 26. Yirmi altı. Arkadaşlar, burada nəyə diqqət eləməyiniz lazımdır? Çarxların radiuslar nisbəti onların fırlanma bucaqlarından tərs mütənasibdir. Yəni radiusu az olan çox fırlanır, radiusu böyük olan isə az fırlanır. İndi K bu vəziyyətdə, bax burası zolaqlı idi, burası zolaqlıdır. Buradan bura keçmək üçün nə qədər fırlanmalıdır? 180 dərəcə, düzdür? Elde də bura zolaqlı idi, yenə burası zolaqlıdır. Buradan bura gəlməyindən ötürü neçə dərəcə fırlanmalıdır? 360 dərəcə, elə deyilmi? Ha? Bəli. Nəticə etibarilə K 180, L 360-dırsa da bunların fırlanma dərəcələri arasında 2 dəfə fərq varsa, deməli K-nın radiusu L-in radiusundan 2 dəfə böyükdür. Doğru cavabımız olacaq A variantı. Sonra 31. 31 bu dəqiqə, bu dəqiqə. 29. Aha. Ay arkadaşım, 29'da bu kəsişmələrə diqqət eləməyin lazım idi. Nədir kəsişmələr? Bax, Elədim, ala bilmədim. M ilə K-nın arasına ulduz qoyanda, M ilə K-nın arasına ulduz qoyanda nə alınır? K alınırmı? Bəli. K ilə L-nin arasına ulduz qoyanda K ilə L-dən N alınır. Deməli, birinci kvadrat mötərizədən N çıxdı. Sonra N ilə Bəli, mən P-nin sınavda- arasına ulduz qoyanda, N ilə P-nin arasına ulduz qoyanda yenə K alınır. O ilə K-nın arasına ulduz qoyanda isə, O ilə K-nın arasına ulduz qoyanda P alınır. Düzdür? Bəli. Yaxşı, N ilə P-dən nə alınır? N ilə P-dən K alınır. Bir dənə qoy baxım görüm hər şey düzmü gedir. Bir dənə buna baxım. Arada bir gözümdən qaçanlar olar. M ilə K-dan K alınıb düzdür. K ilə L-dən N alınıb. Bax, bu tərəf düzdür. Burada problem yoxdur. Bu tərəfə baxın. N ilə P-dən nə alınıb? N, burada da P. N ilə P-dən K alınıb. Bir daha baxıram. N ilə P-dən K alınıb. Düzdür. İndi O ilə K-dan nə alınıb? O ilə K-dan P alınıb. Bu tərəfdən baxıram. O ilə K-dan P alınıb. Bu da düz. N ilə P. Şey olmalıdır ama cevap yok. İndi bura bax. Ay arkadaşım. N ilə Bəli. P-dən nə alınır? N ilə P-dən K alınır. Düzdür. Bəli. Buradan N ilə P-dən alındı K. İndi bax gör nədən K alına bilər? K ilə L-dən K alınır. K ilə L-dən K alınmır. A variant doğru deyil. M ilə O-dan K alınır. M ilə O-dan K alınır. Xeyr. Bu da alınmır. N ilə K-dan K alınır. N ilə K-dan K alınmır. Bu da doğru deyil. Ondan sonra N ilə M-dən K alınır. N ilə M-dən K alınır. D variantı uyğundur. Bəli. Hı hı. Bu arada əyənlərin bu gün qırıb batırmışam onları onsuz da. Yenə qırıb batıracağam. Qoymadan axıra qədər mən gedməyə burada. Danqişlər. Hardasa da səhv olduğunu hiss eləmişdim. Dedim ki, qoy təzədən şimdi dedə yox, düzdür, cavab çıxır, qurtardı getdi. Nəyə baxırıq? 31. Mənim Bax arkadaşım,
5'in kvadratından 5 çıxanda 20. 4'ün kvadratından 4 çıxanda 12. 7'in kvadratından 7 çıxanda 42. Bunları toplayanda 74 alınır. Ona görə 3'ün kvadratından 3 çıxdım 6. 9'un kvadratından 9 72. 8'in kvadratından 8 56. Buradan neçə alınacaqdır? 134 alınır. Bəli. Sonra 33. 33. Arkadaşlar burada nədir? Bax 8 ilə 6'ın toplayanda neçə edir? 14. 14'ü 6'ya vuranda neçə alınır? 84. Ondan sonra 9'dan 7, 16, 8'e vuranda 128 eləyir, eləyir. İndi A-nı necə tapacağım? 13 ilə 4, 17 eləyir. 238'i 17'yə böləndə 14 alınır, alınır. İndi bax 144'ü 5'ə böləndə 12 alınır. Deməli B 7 olmalı ki 7 ilə 5 12 versin. İndi A ilə B-ni də toplayanda neçə edəcək? 21 verəcək. Sonra 34. 34. Arkadaşım bura bax. Bax 2 ilə 15 17 verir. 10 ilə 7 17 verir. 4 ilə 13 17 verir. 8 ilə 9 17 verir. İndi yəni 11 ilə də sual 17 versin deyə C variantı olmalıdır. Sonra 38. 39. 38 39 35 də var. 30 neçə anacığım? 35. Anacığım belə şeylər niyə səhv etsən? Bura bax. B-ni CD-yə vurub CD alsa B-nin qiyməti 1-dir. Elədirmi? Hə. İndi Bəli, bəli. məsələmiz burasındadır ki, D-ni CD-yə vurub BCD alıbdır. Düzdür? Ha? Bəli. Bəli, bəli. O zaman D-nin qiyməti necə? D-ni D-yə vuranda D ilə qutanı da dalınsa D-nin qiyməti ya 5 olmalıdır ya da 6. Düzdürmü? İndi məsələmiz burada ki, D-nin qiymətini biz 5 qəbul eləsək, 5 də 5 25. 5 yazırıq 2 yadda. Aha. 5'i C-yə vuranda C-nin qiyməti əgər cütdürsə də bura sıfırlanmalıdır. Yəni 10, məsələn 2-dirsə də 10 eləməlidir. Zaten C-yə 2-dən başqa qiymət də verə bilmirik. Deyəcəksiniz niyə? Çünki 5'i 2-yə vuranda 1 ilə başlayan da alınır. 3 verə bilmərəm. Deyəcəksiniz niyə 3 verə bilmərəm? Məsələn 5 dəfə 3 15 edəcək. 2 də yadda 17. C burada 3 olacaq. Burada 7 olacaqdır. Problem olacaq. Ona görə C-nin qiyməti nə edir? 2-dir. Düzdür? 5 Aha. dəfə 2 10 edir. 2 də yadda 12. Gördün? Uyğunlaşdı mı? Bəli. Uyğunlaşdı. İndi beləliklə A-dan C-ni bura bax. C-nin qiyməti 2-dir. D-nin qiyməti də 5-dir. Düzdür? Aha. 1-dən 5 çıxa bilməm. A-dan 1 vahid verəndən sonra 11-dən 5 çıxır. E-nin qiyməti olur 6. Düzdürmü? Düzdür. Bəli. Və A-dan 2-ni çıxanda 0 qalıbsa A-nın qiyməti uca qalıb 2. Niyə? Çünki 3 idi. 1 vahid bura verdim. Yerində 2 qaldı. 2-dən 2 də çıxanda 0-dır. A-nın qiyməti 3, B-nin qiyməti 1-dir. C-nin qiyməti 2, D-nin qiyməti 5-dir. Bəs E 6-dır, F neçədir? Təbii ki, C-nin qiyməti 2-dir. 2-ni də CD-yə, yəni 25-ə vuranda 50 alınır. F-in qiyməti də olur 0. Aydındır? Bəli. Deməli 3, 10, 13. 13 edir cavab. 38, 39 dediniz. Bəli. 38'də arkadaşım bir dəfə 1'in kubunu verib, bir dəfə 2'nin kökünü. 3'ün kubu 4'ün kökü. 5'in kubu 6'nın kökü. 6'nın kökü neçədir? Kök altda 6. Yəni A variantı. Aydındır? Bəli, bəli. Sonra neçə baxırıq? 30, 40. 39. 40 məndə də Mən baxdım neçədir arkadaşım? 38 idi. 39'a baxmadım. 39'da demişdiniz axı elə bil. 39 əslən qalsa oyuncaqdır. Bura baxın. 3 olduğu kimi qalıb 4 ilə 5 toplayıb 9. 4 olduğu kimi qalıb 7 ilə 8 toplayıb. Belə deyim, elə götürmək.
34-ün üstündən 5 gəlib 39, 47-nin üstündən 8 gəlib 55. Sonra burada necədir? 51. 56-dan 5 çıxıb 51, 84-dən 3 çıxıb 81. Bəs burada nə edibdir? 83-ü 2-yə vurub 166, 56-ını 3-ə vurub 168. Elədir. İndi birinci qara günəş olanda nə etməliyik? Çıxma aparırdıq, düzdür? 82-dən 1 çıxdım 81, üstə gələk. Bu çiçəkdən olanda bunu buna vurmalıyam. 27-nin 4-ə vuranı neçə? 108 edir. Üstə gəl, bu qar dənəsi olanda da birincinin üstdən ikinci rəqəmi gəlmək lazımdır. 19-un üstdən 7 gələndə 26 edir, düzdür? 107 ilə 108 215 verir. Aydındırmı? Bəli, 40 dedi. Bəli. Arkadaşım 16-dan 9 çıxan neçə qalır? 16-dan 9 çıxanda. 7. 7-nin kvadratı 49-da 2-yə vuranda 98 edir. Yəni çıx kvadrata yüksəld 2-yə vur. Sonra 42. 42 baxaq. Arkadaşım bax 2-ni vuruq 2-yə, üstünə 7 gəlir, üstünə 4 gəlir, üstünə 8 edir 23. 3-ü vururam 2-yə, üstünə 6 gələm, üstünə 10 gələm, üstünə 4 gələm 26. 2-ni vururam 7-yə 14, 15, 4 gələm 19, 3 gələm 22. Aydındır? Sonra 50. 50. Arkadaşım, bax burada görünədirdə aşağıdakı diaqramda bir dərsin imtahandan toplanan balların tələbələrin sayına görə paylanması verilmişdir. Bu imtahandan 60 və yuxarı bal toplayanların müvəffəqiyyət qazandığı qəbul edilmişdir. Məsələ də burasında ki, aşağıda da hər şeyi verib, düzdürmü? İndi nədir? Deyir, bu dərsdə müvəffəqiyyət qazana bilməyən tələbələrin orta balı neçədir? 60 və ya daha yuxarılar müvəffəqiyyət qazanmış hesab olunur, düzdür? Bu tərəf. Bu tərəf isə müvəffəqiyyət qazanmayıb. İndi baxaq. 20 bal toplayan 2 nəfər var. Elədi 40 bal. 30 bal toplayan 2 nəfər var. Elədi 60 bal. 40 bal toplayan 6 nəfər var. 240 bal. 50 bal toplayan 6 nəfər var. 300 bal. Bunların hamısını topladım. 100, 300, elədi 400, 240, 640. Düzdür? 2 nəfər, 2 dənə 2 nəfər var, 4 nəfər. 2 dənə də 6, 12. Elədi 16 nəfər. 640 16-ya bölünür, 40 alınırmı? Alınır. Müvəffəqiyyət qazana bilməyən tələbənin orta balı edir 40. Aydındır? Bəli, müəllim. Hı -hı. Bu da belə. Sonra bitti bu. Bəli. Bəli. Çox gözəl. Arkadaşlar, bir azca mən üzrə hesab edən qonaqlar gəlib, prosta ki eləmədim. İndi ki, ad nədir? Mən o zaman müvəqqəti olaraq sizlə sağollaşım. Onları yola salım, qoşulacağıq. Yəqin ki, yarım saata da qoşulacağıq. Hərdən belə də olur. Hərdən belə olur deyəndə, yəni bu